Biri var idi, biri yox idi. Pislik adlı bir bəla var idi. Bu pislik öz əməlləri ilə yaman çox öyünürdü. Sanırdı ki, haqlıdır, əməlləri xeyirdir. Hər dəfə etdiyi günahdan sonra o bir daş əldə edirdi. Düşündü ki, bu daşları əldə edib zülüm adlı dağ inşa etsin. Beləcə pislik hər gün günah etməkdə israrlı idi. Birinin halal ruzisinə mane olurdu. Birinin qəlbini xəncər kimi yaralayırdı. Demək olar ki, pisi üçün bu əyləncə idi. Ən sonda isə bir fəqirin mal-mülkünü mənimsədi və böyük bir daş parçası əldə etdi. O səbirsizliklə bu daş parçasını da dağın zirvəsinə qoyaraq, oradan aşağıdakılara baxaraq, hamınız ayağımın altındasa söyləmək istəyirdi. Beləcə bu güclü etiraz pisliyi dağın zirvəsinə çıxardı. O bu sözü demək istəyirdi ki, ayaqları sözünə baxmadı. Düz üzü üstə yerə çırpıldı. İndi pislik məsum insanların ayaqları altında idi. Onun vücudu ruhsuz və qanla bulaşmış idi. Təkəbbürün və zülmün sonu bax beləcə yekunlaşdı. Göydən üç alma düşdü. Biri Əbülfəz qızının, biri nağıl dinləyəni, biri də nağıldan nəticə çıxaranın.